Hər kəsə salam, kanalımın dəyərli xanımları. Bilirəm, son vaxtlar çox gec-gec vloqlar paylaşıram. Bu arada biraz qriplənmişdim, həm həvəsim yox idi paylaşmağa, həm də ki, son vaxtlar nədəndir bilmirəm, biraz həvəssiz olmuşam. Bəzən də elə olur ki, heç vloq paylaşmaq istəmirəm, amma sizin yazdığınız rəyləri görəndən sonra həvəsə gəlirəm. Bu yoldaşım burada olarkən çəkdiyim vloqdur. Düşündüm ki, telefonda qalmasın, yüklüyüm, YouTube'da qalsın. Həm vloqu çox gecikdirməmiş olaram, siz baxarsınız, həm də ki, mənim üçün bu vloqu yükləmək biraz özümə gəlməyim üçün vaxt qazandırır. Həmişəki kimi oyanar-oyanmaz Tamerlanın kaşasını hazırlayıram. Tamerlan doyanda mən rahat oluram. Bu aralarda deyəsən çöpü var, heç nə yemir. Yemək yemədiyinə görə də məcbur oluram ki, gün içində yenə kaşa verim. Ən azından ac qalmağından yaxşıdır. Kaşanı yeyir, amma yeməyi yox. Tamerlanın çöpü olan zaman belə olur. Bilirəm yazacaqsınız ki, çöpçüyə aparma, belə elə keçib gedəcək. Amma inanın ki, hər üsulu yoxlamışam, çöpçüyə getməyincə rahatlanmır. Həm də ki, mənim apardığım çöpçü həqiqətən də spes çöpçüdür. İnanın ki, evdə nə yeyibsə, mən onu çox gözəl bilirəm. Aparanda da eyni qidanı onun boğazından çıxardır. Yəni ki, bunun cahilliklə heç bir əlaqəsi yoxdur. Bir dəfə bir xanım mənə yazmışdı ki, çöpçüyə aparırsan, çox cahilsən. Təbii ki, bu belə deyil. Mən ölkədə demək olar ki, bütün çöpçüləri yoxlamışam. Mənim qızımda da çöp olurdu. Elə bir çöpçü yox idi ki, mən Leylanı aparmayam. Amma hamısının fırıldaq olduğunu görürdüm. Bir tək indi getdiyim xanım evdə nə yeyibsə, uşağın boğazından onu da çıxardır. Və xanımlar, evdən çıxmamışdan öncə börək eləyirəm. Müxtəlif göyərtiləri doğrayıram, üzərinə pendir əlavə edirəm və duz, lavaşa bükürəm və qızardıram. Bu mənim üçün asan üsuldur. Lavaşla tez başa gəlir deyənə bunu tez-tez edirəm. Bizdə evdə hər kəs bu börəyi xoşlayır. Düzü evdə pendir çox az idi və yağlı pendir idi. Bu börəyə də yağlı pendir yox, quru pendir lazımdır və duzlu pendir olmalıdır. Mən də unutmuşam almağı, evdə nə var idisə onu əlavə elədim. Lavaşa bükəndən sonra saxlama qablarına əlavə elədim ki, gedərik, gələrik, sonra bişirərəm. Amma yoldaşım dedi ki, biraz aclığım var, bişir, yeyək, sonra gedək. Saxlama qablarına da bu səbəbdən yığıram. Bilsəydim ki, həmən dəqiqə bişirəcəm, bu qablara yığmazdım. Görürsünüz, xanımlar, lavaşla necə asan olur. Göyərtini lavaşa əlavə edib bükürük, sonra qızardırıq. Görürsünüz xanımlar, burada hələ sizə göstərirəm ki, güya vloqu belə çəkəcəkdim ki, hara lazımdırsa gedəcəkdik, gələcəkdik və mən bunları sonra qızartmalıydım. Amma burada hələ bilmirdim ki, bunları indi açıb qızardacağam. Artıq bu fraqmenti çəkmişdim, silməyə də əlim gəlmədi, elə bura daxil elədim. Demək xanımlar, börəyi bişirib bitirəndən sonra biz gedəcəyik xalqlara. Xalqlarda biraz işimiz var idi və sonra oradan çıxıb gedəcəkdik mağazinə. Mağazini də yoldaşımın bibisi oğlu demişdi ki, orada ev üçün lazım olan hər şey var. Düzdür, getdik, amma yaşadığımız yerdəki mağazinlərin qiyməti ilə müqayisə eləyəndə gördüm ki, qiymətlər orada xeyli bahadır.
Gördüyünüz kimi xanımlar biz yedik, artıq çıxmışıq, gedirik xaqlara. Orada da işimizi həll elədik. İndi isə gedirik bayaq dediyim mağazinə. Yəqin ki, bütün xanımlar mənim kimidir. Mağazinləri gəzməyi həddindən artıq çox xoşlayıram. İndi Tamerlan var, heç yana gedə bilmirəm. Amma Tamerlandan öncə mən yaşadığım yerdə elə bir mağazin yox idi ki, mən oranı gəzməyim. Baxırdım, nəsə xoşlayırdımsa alırdım. Lap almasam belə yenə baxırdım, harda nə var bilirdim. Mənə lazım olanda da artıq yerini bilirdim, gedib alırdım. Amma indi Tamerlana görə heç yana gedə bilmirəm. Çünki Tamerlanı mağazində saxlamaq qeyri-mümkündür. Əgər mağazinə getsəm də gəzmək adı ilə tələm-tələsik heç bilmirəm ki, nəyə baxıram. Gördüyünüz kimi xanımlar, burada mağazində nə varsa hamısını sizə göstərirəm. Çünki yoldaşımla getmişdim, biraz rahat idim, çünki Tamerlana baxırdı. Bu mağazində nə axtarsanız var idi, amma yenə dediyim kimi elə əşya var idi ki, mən onun dəqiq qiymətini bilirdim. Burayla müqayisə edəndə görürdüm ki, nisbətən bahadır. Baha dediyimdə ki, xanımlar 2-3 manatdan söhbət getmir. Elə əşya var idi ki, 50 qəpik, eləsi də var idi ki, 1 manat fərqi olurdu. Amma mən oradan çox-çox az əşya aldım, ucuz bildiyim əşyaları. Düşündüm ki, qəpik quruş da olsa biraz ucuzuna öz tərəfimizdən ala bilərəm. Düzdür, tam ürəyim istəyən kimi bu mağazinə diqqətlə baxa bilmədim. Çünki Tamerlan orada narazı idi. Dedim tez bazar həm baxım, həm sizi üçün çəkim. Sonra gedək Tamerlanın sürüşkəninə. Gəl baxaq. Aa, pişik. Ay pişik. Pişik var. Hə, bax bunlara. İnternet olmasa paketi şu tarafa yerleştirin. O bir saatte de siz onu koyun sonra. Nazik sağlar. Birinde saklanmıştım. Bundan başka 30 qəpik yoktu. Bunlar 30 qəpik. Yazdıkça 30 qəpik fazla. Kanunca ben ne içerim? Bunlar Yerinden bak. Neyle? Biri orada var. Pastafta. Pastaf burada böyle.
O saxonu onun balazası. İstəyirlər də oturur yatır. Validenin yanındadır. Geldim, buradayım. Və xanımlar, mağazindən də çıxdıq. İndi isə gedirik əyləncəyə. Deyəcəksiniz ki, bu qız elə eyni yeri çəkir, amma həmən gün hara getmişdiksə, çalışıram ki, onu sizi üçün çəkim. Bu Tamstordakı əyləncə mərkəzindən Tamerlanın çox xoşu gəlir. Gecə-gündüz deyir ki, aparın məni sürüşkənə. Orada yuxarı qalxıb aşağı sürüşür deyənə, onun çox xoşuna gəlir, maraqlı olur onun üçün. Ona görə də heç evə gəlməyi istəmir. Artıq Tamerlanı keçirtmişik, orada özü üçün oynayır. Biz də burada əyləşib çay içirik. Uşağa tam nəzarət olunur deyənə, valideyn də burada rahat əyləşib yeyib içə bilir.
Və xanımlar, bu günü də belə yekunlaşdırdıq. Əgər mənə daimi olaraq baxırsınızsa, vloqlarımı bəyənirsinizsə və kanalıma abunə deyilsinizsə, abunə olaraq məni çox sevindirərsiniz. Bilirsiniz ki, kanalım yenidir və burada izləyici sayısı çox azdır. Bu da məni məyus edir və həvəsdən salır. Kanala abunə olmaq tamamilə ödənişsizdir. Abunə ol düyməsinə basaraq abunə olursunuz və mən video yükləyən kimi sizə bildiriş gəlir. Məni ən çox məyus edən bilirsiniz nədir? Vloqlarıma ən az 10.000 insan baxır, amma yalnız 6.000 nəfər abunə olub. Mənə motivasiya vermək yalnız sizin əlinizdədir. Bura kimi mənə baxdığınıza görə təşəkkür edirəm. Sağ olun, salamat qalın.